Hər vaxtınız xeyir Futqaz TV izləyiciləri, deməsən olmur verilişinin növbəti buraxılışını təqdim edirik. Mən Elçin Cəfərov, hər zaman olduğu kimi bu dəfə də son bir həftə ərzində Azərbaycan futbolunda baş verən hadisələr ətrafında fikir mübadiləsi aparacağıq. Müzakirələrimiz çoxdur, futbol sahəsində hər zaman mövzu olur, mövzu tükənməzdir. Odur ki, bu buraxılışımızın da maraqlı olacağını təxmin edirəm və təbii ki, qonağımla bərabər bu fikri səsləndirirəm. Qonağım Azərbaycan futbolunun tanınmış simalarından olan əfsanəvi qapıcı Hüseyn Məhəmmədovdur. Hüseyn müəllim, xoş gördük. Necəsiz, nə var, nə yox, xoş gəlmişsiniz. Sağ olun, minnətdaram. Dəvətiniz üçün çox təşəkkür edirəm. İşləriniz necədir? Neyinirsiniz? Hal-hazırda Hüseyn Məhəmmədov neyniyir? Hal-hazırda belə deyərdim ki, gözləyirik. Hələ ki, belə deyərdim, belə bir məsələ var. Yəni ki, kontraktdan kontrakta. Aha, müqavilədən. Halımız yaxşı olur. Müqavilədən müqaviləyə, bəli. Müqaviləmiz yoxdur, sərbəstlik. Karvanla da yollarım ayrılıb. Aha, bilirik, bəli, bəli. Yəni ki, indi deyil, çoxdan ayrılıb. Ona görə ki, hələ gözləmə mövqeyindəyəm. İnşallah uğurlar arzu edirik. Bilirik, hal-hazırda məşqçilik kursunda davam edirsiniz. Hansı kateqoriyada hal-hazırda? Kateqoriyasının 5-ci modul, üzümüzə gələn 5-ci modul olacaq. Demək olar ki, ondan sonra da yekunlaşır. Şükürlər olsun, hər şey yaxşı gedir. Düzdür, bu kateqoriyadan sonra qapıçılar üçün bilirsiniz də pro sayılır. Bundan yüksək kateqoriya yoxdur, yəni qapıçılar üçün. Bu sonuncu deyək ki, bizə lazım olan, vacib olan kateqoriyadır. Uğurlar arzu edirik Hüseyn müəllim. Mən hər zaman deyirəm, Azərbaycan futbolunda vaxtı ikən öz sözünü demiş, müxtəlif klublarda forma geyən bizim hal-hazırda veteran futbolçularımız var ki, bir çoxlarının pro kateqoriyası da var. Onlar işsiz qalmamalıdırlar. Onlar ən azından futbolun inkişafı istiqamətində töhfələrini vermək üçün yəni bir iş tapşırılmalıdır. Yəni bugün biz bunu görəndə çox təəssüf hissi keçiririk. Odur ki, futbol funksionerlərinə, xüsusilə klub rəhbərlərinə, xüsusilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında da müraciətimizi hər zaman edirik ki, veteran futbolçularımız digər ölkələrdə olduğu kimi Azərbaycanda işsiz qalmamalıdır. Digər ölkələrdə çox önəmli imkanlar yaradılır veteran futbolçulara. Odur ki, inşallah sizi növbəti hansı bir klubda, federasiyada və fərq etmir, görərik, sağlıq olsun. Yəni ki, sağ olsunlar, yəni bugünə qədər qiymətləndirmək lazımdır. Yəni hər bir şeyin dəyərini vermək lazımdır. Yəni mənə olan diqqət, qayğı olub. Bəli, bugün də var. Bəli. Yəni bugün də var hal-hazırda. Yəqin ki, inşallah bu bilirsiniz də hər ilin sonunda yenilənir müqavilələr. İnanıram da ki, yəni ki, bizi kimi mütəxəssislərə dəyər qiymət verirlər. Sağ olsunlar, yenə də verəcəklər. İnşallah biz də inanırıq və ümid edirik. Elə isə keçək müzakirələrimizə. Əsas müzakirə predmeti nədir? UEFA Çempionlar Liqasında Ağdamın Qarabağ klubu keçid play-off mərhələsinin cavab maçları çərçivəsində İngiltərədə Newcastle-ın qonağı oldu. Cavab maçı da çox çətin keçdi. Bakıya nisbətən səfərdə Qarabağ məğlub olsa da, amma böyük hesablı məğlubiyyət olmadı. Ən azı mübarizlik gördük. Oyunun müəyyən bölümlərində Qarabağın üstünlüyünü də hətta gördük. Ümumi dəyərləndirmə bu maç ətrafında. Yəni Hüseyn Məhəmmədov bu maçı necə gördü? Bu maç 2-3 ilk dəqiqələrdə edilən baskı fonunda ardıcıl vurulan qollar var idi. Hansı ki o qollardan sonra dedik vay aman, vay. Yəni yenə o Bakıdakı nəticə təkrarlana bilərmi? Yəni ilk olaraq. İlk olaraq bunu deyərdim ki, əlbəttə ki, hər bir özünüz də yaxşı bilirsiniz ki, futbolçu da onu anlayır, bilir, futbolun qanunu var. Oyunun əvvəli olsun, belə bir nəticə olsun, istər-istəməz toparlanmaq, təzədən elə bir komandaya qarşı rahat bir şəkildə futbol oynamaq çox çətin bir, belə deyərdim, bir işdir. İnanmırdım ki, yəni ki, o tempdə, o cür gedişatdan sonra Qarabağ bu yöndə, bu formada tez bir psixoloji durumunu düzəldəcək. Görsənə nə oldu ki, həqiqətən də çox xoş oldu mənim üçün. Baxmayaraq nəticə, belə deyərdim ki, 3-2 olsa da, mən inanırsınız bu oyunda, bu nəticədən sonra Qarabağ haqqında bir daha
belə deyərdim, düzdür. Qabaqçı kimi də inanırdıq onlara, inamımız var idi. Həqiqətən də Avroliqalarda, oynadığı oyunlarda, nəticələrdə gözəl nəticələr göstərirdi. Təcrübə var yəni. Və bu oyunla bir daha sübut elədi ki, bu yöndə, bu formada oyunun gedişatından sonra dediyim kimi yəqin ki, məni düzgün başa düşdünüz. Yəni nəticə olaraq oyunun başlanğıcı, o baskı, o 2-0 dedin, yəni futbolçunun psixoloji çox ondan sonra çətindir. Qarabağ o yöndə oynaması, oyunun gedişatını bərabər formada salmağı, rəqibə qol vurmağı, belə deyərdim, üstünlük əldə etməsi. Bu bir daha sübut elədi ki, Qarabağ əbəs yerə o qədər nəticə əldə etməyə əbəs yerə deyil. Yəni o təcrübə, o belə deyərdim ki, komandanın nəticəsi bir daha sübut elədi ki, Qurban Qurbanovun uzun illər Avroliqada, yəni ki, komandası boş-boşuna çıxmayıb. Yəni bir daha sübut elədi ki, bir güclü Qarabağ var idi. Aha. Bu dəfə dəyişiklik elə olundu səfərdə. Beşli müdafiəyə döndük. Leandro Andrade yer almadı sağ cinahda, bir onun yerinə beşli müdafiə gördük və əslində bu beşli müdafiə də çox ciddi problemlə bizə qaldı. İlk hissədə, xüsusilə ilk 10 dəqiqədə rəqibin o baskısı fonunda yarım müdafiə ilə müdafiə arasında bağlantını qura bilmədik. Yəni çox top itirdik. Yəni o təzyiq fonunda çox top itirdik. Yersiz top saxlamalar da var idi, hansı ki o mərkəzdə birində aldılar, ikinci qolda xüsusilə itirilən topdan sonra ötürməklə hesabı fərqi 2 topa çatdırdılar. Ümumiyyətlə Bakıda da mı belə oynasaq daha yaxşı olardı? Çünki biz həmişə deyirik ki, Qurban Qurbanovun rəqibin kimliyindən asılı olmayaraq öz ənənəvi oyun planı var. Yəni oynamaq istəyir. Yəni müdafiə olunmaq Qarabağın işi deyil. Yəni bunu hər zaman görmüşük. Çünki topsuz oyunu da oynamaq çox çətindir bu günlərim. Məsələn, dünənlərim elə əziz tamaşaçılar Qalatasarayı məsələn Juventus qarşısında gördük. Yəni topsuz oyunda, yəni Qalatasaray da bacarmır bunu. Yəni müdafiə futbolu hər adam bacarmır, hər komanda bacarmır, hər futbolçu bunu bacarmır. Siz həqiqətən də müdafiə futbolunda oynadıqca, yəni belə deyərdim ki, Qarabağ kimi bir komanda müdafiə futbolu oynaması belə deyək, mümkün deyildi. Çünki artıq biz Qarabağı görmüşük ki, hücum futbolu oynasın, top saxlamaq bu yöndə həddindən artıq yaxşı iş bacarığı var Qarabağın. Yəni uzun illərdir bunu da bacarırlar. Qarabağ bunu həmişə örnək olaraq bəzi bizim klublara göstərir ki, daha çox topun gəzməsi, istiqamətin dəyişməsi, oyun istiqamətin. Qurban müəllim artıq bunu otuzdurub komanda üçün və belə bir komandanın müdafiədə oynaması bu gün üçün çox çətin olardı, çətinlik yaradardı və yaratdı da. Bir özünüz də gördünüz ki, yəni ki, oyun ərzində yəni örgəşmiş bir komanda təzədən bu yöndə taktikaya keçmək istər-istəməz çətinlik yaradır. O halı, yəni deyim, o oyunun gedişatını tam belə deyim, anlaşana qədər, uyğunlaşana qədər çətinlik yaradır. O da yaratdı, sonradan uyğunlaşdılar və verilən tapşırığı da yerinə yetirməyə bacardılar futbolçular. Bir şeyi də vurğulayım ki, həqiqətən də yəni bu yöndə bu futbolu oynamasa İngilis komandasına qarşı həddindən artıq çətindir. Çox çətindir. Çünki bilirsiniz ki, sürətli futboldur, yəni cinahlardan hücumlar qururlar, qoşulmalar var, müdafiəçilərin qoşulmaları. Bunlar istər-istəməz rəqib üçün, yəni belə deyərdim ki, daha çox problem yaradır, qol epizodları yaradır. Onu da qarşısını almaq üçün yəqin ki, bu yöndə, bu formada artıq Qurban müəllim taktika ilə gedişat olaraq komandanı analiz edib bu taktikadan daha çox yararlanmaq olar deyin, bu yöndə, bu formada heyəti buraxmışdı və bu taktikaya daha çox üstünlük verilmişdi. Hər bir halda Qarabağın gördüyü əziz tamaşaçılar, yəni Azərbaycan futbolu adına çox önəmli bir hadisədir. Bu tarixə, Azərbaycan futbol tarixinə qızıl hərflərlə yazılmalıdır. Özü də yüksək səviyyədə. Valla mən müxtəlif platformalarda, efirlərimizdə də səsləndirirəm bu fikri. Biz bugün onun fərqinə varmırıq, amma zaman gələcək, deyəcək ki, hardadır o tarix? Heyf o tarix. Bəli, tamamilə doğru vurguladınız. Həqiqətən də bu günü biz çox gözləyəcəyik. Belə günlər bizim üçün çox, belə deyim, hasant bir şey deyil. Çünki mən bir futbolçu olaraq orada oynadığıma görə, o Avroliqaları gördüyümə görə, yəni bizim üçün bəlkə tamaşaçılar üçün
bizim üçün çətin də onlar üçün hasaddır, amma elə deyil. Həqiqətən də elə deyil. Özü də o səviyyədə, o yerə gəlib çatmaq, Bəli. bunu bacaran Qurban Qurbanovu biz axtaracaq. Bəli, bəli. Həqiqətən axtaracaq. Qarabağ axtaracaq. Burada da həm də bax elə siz də dəvət gəldikdə bir çox klublarda çalışırsınız. Yəni sonuncu Karvan Yevlaxda çalışdınız. Sistemli iş növbəti dəfə bunun bariz nümunəsidir. Yəni Qarabağ artıq bir model qoydu, bir resept qoydu, bir düstur yaratdı ki, uğur qazanmaq istəyirsənsə uzun müddətli bir məşqçiyə inanmaq, o sistem ətrafında inkişaf etmək və kənar müdaxilələr olmadan, yəni rəhbərlik transferləri olmadan, məşqçinin seleksiyasına qarışmadan istənilən uğuru qazanmaq mümkündür. %100. Bu düsturdur. Bəli. Bunu qoydu. Yəni bunu Qurban Qurbanov deyərəm ki, sübut elədi həqiqətən də uzun illər bir klubda çalışmaq, ona inam, ona şərait yaratdı. Klub rəhbəri də sağ olsun. Bəli, bəli, Tahir Gözəl, Və bir gənc məşqçi kimi inandı və o da elə deyərdim, uzun müddətli olsa da bir daha sübut elədi ki, inanmaq, məşqçinin işinə müdaxilə eləməmək gələcəkdə yaxşı nəticələr vermək olar. Bəli. Bir daha deyirəm, bunu göstərdi. Sübut elədi. Və bizim yöndə də, bu yöndə də bəzi klublarda da əlbəttə ki, bu yöndə olsa, bu yöndə addımlar atsalar daha yaxşı olar. Daha belə deyərdim ki, imkan versələr, şərait yaratsalar, imkan versələr çox gözəl olar. Yəni bunun özü gələcəkdə öz nümunəsini, öz bəhrəsini verəcək. Aha. İndi Qarabağın rəhbərliyi üçün, Qurban Qurbanov üçün oyunçuları heyətdə qoruyub saxlamaq artıq çox çətin olacaq. Əldə etdiyimiz informasiyalara görə bir sıra oyunçulara təkliflər gəlib müxtəlif belə agentliklər tərəfindən, menecerlər tərəfindən, bəli. Bu gün Koxaskinin açıqlamasını oxudum və ən böyük arzusunun İngiltərədə oynamağa olduğunu qeyd edib, Championship, Premier Liqa fərq etmir və hiss elədim ki, təkliflər də gəlib. Xəyallara dalmış adam idi. Bəli, bəli. İnanmırdı ki, bir gün Rakovdan gəlmiş. Bir gün gələcək, belə bir səviyyədə, belə bir uğrunda, belə deyək, bəli, çempionluqda belə bir nəticə ilə, belə bir özünü göstərəcək. Yəni bunu hər bir kəs arzulayar. Vitrin. Bəli, İngiltərədə oynasın, İngiltərənin klublarında oynasın. Həqiqətən də düzdür, bir qapıçı kimi yaxşı qapıçıdır. Bəli, qapıçı kimi onu necə? O qapıçı kimi, yəni siz də bu sahənin mütəxəssisiz. Yəni Koxanskinin üstün və mənfi tərəfləri. Yaxşı qapıçıdır. Yəni üstün tərəfi nədir, mənfi tərəfi nədir? Qapıçıdır, rahat qapıçıdır. Görsənən odur ki, təzyiq olsa da, olmasa da hiss olunmur. Ayaqla oyunu qurmağa, çox yaxşı, rahat, bəli. Geridən oyun qurmağa cəhd göstərir. Gəncdir. Amma uzaq məsafələrdən biraz zəifdir. Zərbələrdən bəli. Gələn toplar bu ümumiyyətlə belə. Bax fikir verirsiniz, bunu ilk olaraq Atletik Bilbao icra elədi. Qarabağın oyunlarını 3-cü turda səfərdə Bilbao səfərində, səhv eləmirəmsə, uzaqdan endirilən zərbələrə daha çox üstünlük verdilər və uzaqdan endirilən zərbələrdən 2 qol vurdular. Atletik Bilbao. Biz bir şey Sonra Bakıda Ajaxla maçda yaxın məsafədən çox yaxşı dəflər eləyirdi, seyvlər də yadda qalırdı. Belə amma uzaq məsafədə daha yaxşı oluyor. Amma uzaq məsafələrdən çox qəribədir. Yox, biz siz necədir? Yəni o nədən asılıdır? Mən sizə bir şey deyim. Ümumiyyətlə belə deyək də, hər bir komandanın hər bir nöqtəsində olan futbolçusunu analiz eləyir. Çatışan, çatışmayan cəhətdə olan məsələn prosedurlar var. Hansı ki, oyunun gedişatında belə deyərdim. Bir komandanın qapıçısını analiz edirsənsə, əgər istər-istəməz onun hər bir nöqsanını axtarıb tapmaq üçün çalışmalısan ki, harda nəyi var yaxşı, harda nə çətinlik çəkir, belə deyərdim. Bəli. Ola bilsin də orada da bəzi oyunlarda da uzaqlardan vurulan toplarda biraz çatışmamazlıqlar olur. O da olmalıdır. Hər bir qapıçıda var bu. Siz necədir? Ümumiyyətlə uzaqdan gələn zərbə ilə qısa məsafədən gələn zərbənin fərqi çoxdur. Uzaq daha təhlükəlidir. Bəli. Səbəbini deyəcəm. Deyin. Çünki ilk öncə belə deyərdim, yaxından vurulan zərbə daha sənə epizoda yaxın olduğuna görə ona tez reaksiya verə bilirsən. Refleks verirsən. Uzaqda olan topa belə deyək,
çox uzaqda olduğu üçün daha gec reaksiya verirsən. Bunun fərqi bundadır. Aha, bəli. Yəni ki, yaxında olana daha tez reaksiya verirsən, uzaqda olana daha gec reaksiya verirsən. Bu da gətirir həmən dediyiniz kimi qollara səbəb olur. Səbəbi budur. Bəli. Amma qaldı məsəl üçün belə deyərdim, topa tullana bilmirmi uzaqdan gələn zərbəyə və yaxud da belə deyim, bəlkə də uzaqdan gələn topu daha yaxşı seçə bilmirmi? Bu şey yoxdur. Yəni belə bir amil yoxdur. Sadəcə dediyim şeylər var. Aradakı məsafə. Məsələn, Hüseyn Məhəmmədov Koxalski deyir yoxsa Şahrüddin Məhəmmədəliyev mi deyir? Yox, əlbəttə ki, hər ikisinin özünün özəl yeri var mənim üçün. Həqiqətən də Şahrüddinin əməyini danmaq olmaz. Mən həmişə demişəm, deyəcəm də bir səhvləri olsa da. Bəli, Qarabağ üçün böyük bir qapıçılardan biridir. Bugün üçün də mübarizə aparmağı bacaran qapıçıdır. Sabah yenə zədədən qayıtsa, yenə həmən mübarizəni aparacaq, həmən mübarizəni iradəsi güclüdür. Bəli, həddindən artıq. Hər ikisi yaxşı qapıçıdır. Amma Şahrüddin yenə də deyirəm, bugün Qarabağ üçün lazım olan səviyyədə bir qapıçıdır. Lazım olan səviyyədə. Və elə bu Qarabağdan söz düşmüşkən bir məsələni qeyd eləyək. Biz həmişə azarkeşlərlə bağlı müəyyən narahatlığımızı ifadə edirik tribunanı doldurmaq baxımından. Ona görə elə azarkeşlər özləri arasında futbol ictimaiyyətində iki kateqoriya bölüblər. Avrokubok azarkeşləri, daxili çempionat azarkeşləri. İndi sözümü nəyə gətirirəm? Artıq özünüzü sübut etmə vaxtı yetişdi, əziz Qarabağ azarkeşləri. Tamamilə doğrudur. Bu gün Azərbaycan Premyer Liqasının növbəti turu çox maraqlı maçla yadda qalacaq. Bazar günü saat 7-də, bəli, çox möhtəşəm oyundur. Qarabağ Sabah maçı, Sabah qalib gələcəyi təqdirdə məncə 70% çempionluğu təmin etməsi çox önəmli addım atmış olacaq. Qarabağ isə kartları yenidən dağıtmağa çalışacaq, belə deyək. Əlbəttə ki, mübarizə qalib gələndə bəli, mübarizə sonlara qədər davam eləyəcək və bu maçda həftənin bazar günü Tofiq Bəhramov adına Respublika stadionu futbol azarkeşləri, necə ki Avrokubok maçına övladlarınızı, ailə üzvlərinizi götürüb gəlirsiniz tribunaya, maç izləməyə. Bu maça da gəlin. Mütləq. Hər birinizi dəvət eləyirik. Mütləq. Anşlaq olsun. Mən bir şey də vurğulayım bu haqda. Bəli. Biz bir daha göstərək ki, biz tək Avroliqanın oyunlarına görə Qarabağı sevmirik. Qarabağa dəstək olmuruq. Hər bir Qarabağ azarkeşindən söhbət. Bəli. Çalışmalıdır ki, hər bir Qarabağ azarkeşi bu oyunda da, bundan sonraki oyunlarda da iştirak eləsin ki, komandalarını yalnız qoymasınlar. Bəli. Və bu maç, yəni maçda hər zaman deyirik ki, yəni rəqabət yoxdur və s. Artıq rəqabət də var. Bəli, gözəl rəqabət. Çox önəmli maçdır. Bəli, çox önəmli maçdır və bu maraqlı qarşılaşmaya mən yəni gözləyirəm ki, tribunalarda anşlaq olsun. İnşallah, mən də inanıram, çünki gözəl oyun olacaq. Hər iki komanda çempionluq uğrunda mübarizə aparır. Belə deyərdim ki, uzun vaxt idi belə bir yox idi, əlbəttə. Belə bir rəqabət yox idi. 2021-də idi Neftçi Qarabağ arasında. Belə deyərdim ki, artıq illərdən bu yöndə, bu formada formalaşmış bir komandadır. Rəqib tanımır, rəqibi yoxdur. Belə deyərdim, düzdür. Biz həmişə demişik də Qarabağ və digərləri deyirdik də. Qarabağ üçün, yəni ki, bu Qarabağ yaratmır bu problemi. Yəqin ki, rəqib olaraq komandalar özləri mübarizə aparmağı bacarmalı idi. Özləri bu yöndə iştirak eləməli idi ki, çempionluq uğrunda bugünkü günün nəticəsi olsun. Bəli. Bu gün də artıq Sabah kimi bir komanda bunu, belə deyərəm, ortaya qoydu və artıq çempionluq uğrunda mübarizə var. Artıq maraq cəlb edir. Çox gözəl maraq. Yəni indidən, yəni həqiqətən də bilirik ki, futbol ictimaiyyətinin hal-hazırda diqqəti bazar günü martın 1-nə yönəlib. Yəni möhtəşəm qarşılaşma olacaq. Bu maçda favorit kimi görürsüz? Oyun olaraq Sabahın Qarabağa quracağı üstünlük nə ola bilər? Qarabağın Sabaha qarşı quracağı və bir-birlərinin mənfi müsbət tərəflərini. Mən açığını deyim, həqiqətən mən hər iki komandanın oyununu izləyirəm. Yəni belə deyək, işin içində olanda gördüyüm detallar var idi ki, komanda olaraq daha yaxından bilirsiniz bəzi şeyləri. Daha yaxından bilirəm, yəni uzaqdan yox, meydançanın içində olanda da gördüm ki, həqiqətən də hər iki komandada yaxşı futbolçular var.
həqiqətən biz artıq Qarabağ bir daha bunu sübut elədi. Yüksək səviyyədə futbolçuları var. Uzun illərdir komplektləşmiş bir komandadır. Sabah da təzə komandadır. Belə deyərdim ki, bəzi futbolçular götürülüb təzə, amma ona baxmayaraq ki, artıq neçə turdu mənim üçün. Yəni həqiqətən baxıram Sabahın oyununa, həqiqətən çox yüksək səviyyədə oyun keçirirlər. Futbolçular bir-birlərini baş məşqçinin gördüyü iş göz qabağındadır. Qaldı oyuna gələndə hər iki komanda yenə də məsuliyyəti başa düşür həqiqətən. Bizim üçün də vacib olan budur. Hər iki komandanın bu iki gündə çempionluq uğrunda mübarizə aparmasını anlamaq, başa düşmək. Amma burada sadəcə olaraq bir məsələ var. Qarabağ üçün çətindir. Yəni Qarabağ üçün nəyə görə çətindir? Belə bir oyundan sonra, səfər oyunundan sonra gəlmək, bu oyuna toparlanmaq, bu oyunda istədiyin, bəli, bərpa olun və istədiyin gücü qoymaq bir çətinlik çəkəcək. Yəni finaldır Qarabağ üçün məncə bu maç. Məncə inanmıram da ki, o, yəni Allah'a şükür, yəni orada yaxşı mütəxəssislər var, yaxşı belə deyərdim, öz sahələrinin peşəkarları var. Qurban müəllim onlara inanır. Tez bir zamanda komandanı belə deyərdim ki, yığıb oyuna hazır gətirə biləcəklər. Buna baxmayaraq hər iki komanda bu oyunda mən inanıram da ki, yaxşı oyun nümayiş etdirəcək. Mən bu oyunu 50-yin 50-yə görürəm. 50-yin 50-yə görürəm. Bərabərlik çünki daha... Çünki səbəbini deyə bilirəm. Deyim, buyurun. Səbəbi dediyim kimi, Qarabağın bugün hardasa gözəl bir praktika keçmiş bir komandadır. Sabah isə belə deyərdim ki, yenidən belə deyərək doğulmuş bir komanda. Bəli. Yəni, bu mövsüm. Bir mövsümlük yenidən doğulmuş bir komandadır. Özü də yaxşı bir formada formalaşıb. Dambraskas çox önəmli işlər görüb. Bəli. Və onlar daha çox istəkli olacaq. Mən inanıram ki, bu çempionluğa yəni çox önəmli fürsət gəlib. Bəli. Çünki xalq fərqi var. Bax bu mövsüm, üzr istəyirəm Hüseyn müəllim. Bax bu mövsüm Sabah üçün çox önəmli fürsət yaranıb. Yəni bu mövsüm bilmək olmaz ki, gələn mövsüm olar yoxsa. Çünki gələn mövsüm birazdan danışacağıq. Biz fərqli Neftçi də görəcəyik gələn mövsümdən. Hal-hazırda gedişat onu göstərir. Yəni biri var hal-hazırda Qarabağla mübarizə aparsan, biri də var gələn mövsüm Qarabağ, Neftçi və sair hansısa bir klub yenə də ola bilər. Yarış içərisində bəli çoxalsa, o Zirə məsələn Turan Tovuz məsəl üçün o da yarışın içində ola bilər hər zaman. Yəni odur ki, Sabah üçün çox önəmli fürsətdir. Məncə Sabahda bu gün bu maç üçün final maçı gözü ilə baxırlar. Əlbəttə ki. Bu maç xal fərqini rəqib olaraq da rəqib o səviyyədə rəqibdir ki, əlbəttə ki, finaldır. Bəli. Qarabağ kimi komandaya qarşı oynayacaq. Stadion da yaxşıdır. Tofiq Bəhramovada Respublika stadionundadır. Mən inanıram bu oyun yaxşı maraqlı oyun olacaq. Dediyim kimi də hər iki komandaya uğurlar arzu edirəm buradan. Amma Dambraskasın Qarabağı çözdüyü bir olay var. Qarabağın oynadığı oyun üslubunu Qarabağa tətbiq eləməyə çalışır. Məsələn, ilk oyunda onu gördük. Qarabağa aid olan hissədə baskı pressing, bəli, baskı pressing eləyib Qarabağın topunun çıxmağına problem yaradır. Oyunu 25-30 metrdə qurmağa çalışır. Geri dönən topları zamanında qazanmağa çalışır. İlk oyunda məsələn bunu elədi. Və tez məsələn Qarabağı biri var. Meydançanın özünü, meydançanın özünü, sərbəstlik versək o zaman keçmiş olsun sənə. Qarabağın, meydançanın Qarabağa aid olan hissəsindən çıxmağa imkan versən, Qarabağ biri var orada, biri var, istədiyi kimi oyunu quracaq. Biri var, amma Qarabağa, meydançanın Qarabağa aid olan hissəsində oyunu qurmağa çalışırsan və orada itirilən topları da qazananda daha sürətli belə deyəlim, qapıya yaxın olduğu üçün tez zaman baxımından qol epizodu yarada bilərsən. Məsələn, ilk oyunda onu gördük. Məsələn, ilk oyunda Simişin qazandığı toplar vardı, Maludanın keçidləri və yəni çox Mikelsin oyunu, yəni çox önəmli. Məncə hər iki məşqçinin yaxşı belə deyərdim ki, qapıçılar ön plana çıxa bilər bu maçda. Əlbəttə ki, bu oyunun talehini mən inansız elə onu deyəcəkdim. Qapıçıların. Belə oyunların talehi 99% qapıçılardan asılıdır. Doğru. Nəyə görə? Çünki məsuliyyətli oyunda istər-istəməz hər iki rəqibə xal lazımdır, hər iki rəqib oyunu udmalıdır çempionluq üçün və burada hansı qapıçılar daha yaxşı, daha diqqətli olursa o komanda daha rahat şəkildə xal götürə bilir. Məncə inanıram da ki, belə deyərdim ki, hər iki qapıçı yaxşı qapıçılardır.
Bir də yarım müdafiə mərkəzi. Məsələn, Aleksey İsayevin yenidən Sabaha qayıtmağı yarım müdafiəni elə bir toparlayıb. Məncə belə götürəndə əlbəttə ki, artıq öz komandasıdır. Bəli, əvvəl oynadı, bəli. Futbolist artıq orada. Dambrauskasında oyun planına artıq elə öyrəşi uyğun gəlir. Amma inanıram, yenə deyirəm, gözəl oyun olacaq. Maraqlı maçdır. Maraqlı maçdır. Hər bir mövqedə yaxşı futbolçular var. Dediyim kimi, burada məsələ nədir? Məsələ odur ki, Sabah üçün daha belə deyərdim, prestijli çempionluq əldə etmək. Qarabağ artıq uzun illərdir çempionluq yaşayır. Bu oyunda yenə də 50-in 50-yə görürəm. Nəticə olaraq 50-in 50-yə görürəm. Məncə heç daha idealdır. Məncə 50-in 50-yə oyun görürəm. Amma burada hər bir nəticəyə təəccüblənməyəcəyik. Heç vaxt. Amma burada hər şey ola bilər. Çünki bilsiz nəyə görə? Qarabağ üçün önəmli maçdır. Qarabağın artıq xal fərqi olduğuna görə bu oyunun bəlkə də 7 xallıq fərq var. Bəli, çünki bu xalı aradan götürmək üçün qələbə üçün çıxacaq Qarabağ. Düzdür, Qarabağın Neftçi ilə bir oyunu var, təxirə salınıb, o da var. Amma bu maçdan qalib ayrılmalıdır ki, Neftçi ilə maçın önəmi də olsun. Sabahın daha şansları belə deyərdim, o yöndə üstündür Qarabağdan, yəni xal fərqinə görə. Bir də bəli mənim. Yəni heç də olsa onlara sərf eləyəcək, qələbə qazansa da bu təqdirdə Qarabağ üçün qələbə alacaq. Sürətlə çıxır. Sabah çox sürətli. Çox sürətli bir hücum qurur, elə onu deyəcəydim mən də. Həqiqətən görsənən də odur ki, bunu artıq məşqçi əzbər eləyiblər. Əzbər oyun planıdır. Çox əzbər oyun planıdır. Yəni gözü qapalı oynayırlar. Görsənən də odur ki, belə deyərdim, komanda bu şeydə, bu yöndə, bu taktikada daha gözəl, daha rahat şəkildə bunu həyata keçirə bilirlər. Sürətli hücumlar özdə ən çox deyərdim ki, hücumu sol cinahdan daha çox, daha çox hücum qururlar. Maraqlı oyun olacaq. Çox maraqlı oyun olacaq. Biz də tamaşaçılar, azarkeşləri stadiona, tribunalara səsləyirik elə efirimiz vasitəsilə. Gəlin, futbol həyəcanını yaşayın. Ümid edirəm ki, hava şəraitində bir-biri necə olacaq, həmin günü zövq almaq lazımdır. Şəhərin mərkəzidir. Yəni uzaq yer deyil ki, deyək ki, məsələn Suraxaniyə gedəcəksiniz və yaxud da Mərdəkana gedəcəksiniz. Yəni şəhərin mərkəzidir. Belə bir film var, baxmır havanın nəyinə, olsa deyil, hava fərqi yoxdur. Hava fərqi yoxdur. Oyun olacaq. Oyunun afişası çox önəmlidir. Yaxşı oyun olacaq. Yaxşı oyun olacaq. Biz də inanırıq. Hər iki komandaya uğurlar arzu edirik və gəlirik Neftçiyə. Bəli. Mənim sevimli klubunuz Neftçi. Neftçidəki bu gün müsbət dəyişikliyi nəyə bağlayırsınız? Futbolçuların sanki üzü gülür. Valla açığını deyərdim ki, həqiqətən də uzun... Vernidupdan sonra futbolçular sevinir sanki, üzü gülür. İstədiyi mövqedə oynayırlar, arzuladıqları. Neftçidə bu yöndə, bu formada abu-hava yox idi, bəli. Düzəlib, həqiqətən də qələbələr ardıcıl. Bəli. İstər-istəməz komanda nəticə olanda əlbəttə ki, o üz gülməlidir, orada yaxşı abu-hava olmalıdır. Mənim üçün də sevindiricidir, yəni çünki özünüz də bilirsiniz, mən orada tarix yazmış kapitan olmusunuz. Bəli, o komandada tarix yazılmış bir... Neçə çempionluğunuz var Neftçidə? 2 dəfə çempion oldum, 2 dəfə kubok aldım. Və Çempionlar Liqasının təsnifat. 3 medal aldım. CSKA ilə oynayanda neçənci təsnifat mərhələsi idi o? İkinci təsnifat mərhələsi idi. Liqa çempionluqda qrup mərhələsi keçmişdik. Erməniləri... Bir mərhələ, bəli. Birlik kubokunda. Bəli, belə bir vaxtda elə bir zaman idi ki, o qələbə bizə vacib idi, elə bir vacib idi ki, millət olaraq, xalq olaraq bizim belə deyim, bir-birimizə inamımız, biz daha inamlı olmağımız, bizim millət olaraq, qalib millət olacağımızı... Özü tarix də çox önəmli idi, 19 var tarixi. Mənim orada bir oyundan sonra belə gözəl bir bəy var, yadınıza salım orada. Orada mən bunu da vurğuladım ki, biz inşallah müdürlük cənab prezidentimiz İlham Əliyevin sahəsində torpaqlarımızı geri qaytaracaq. Bunu da vurğuladım və o zəfər bu zəfərin başlanğıcı idi. Bəli. O zəfər bu zəfərin başlanğıcı idi. Bu sözləri mən orada da demişəm. Nəyə görə bunu deyirəm? Yadınızdadırsa da
Çünki o bütün belə deyəm, sağlam insanlara inanırdı, sağlam insanlara bel bağlayırdı. Bəli. Yəni idmançısı olsun, alim Müxtəlif olsun, sahələrdə. bəli, jurnalist olsun Bəli. və inanırdı və hamımız bir yerdə bu qələbəni Yumruq qazandıq. olduq. Yumruq olduq, qələbəni qazandıq. Bəli. Nəsə sözüm ona gətirirəm ki, belə bir klubda, bu günləri yaşamışam, Və son illərdə Neftçini bu vəziyyətdə görmək sizi narahat eləyirdi təbii ki, hər bir Neftçi veteranı kimi. İstərdim ki, Neftçi hər zaman çempionluq yaşamış bir komanda. Avrokuboklarda oynasın. Flaqmanımızdır, belə bir komandanın nəticəsi olmamağı, aşağı yerlərdə olmağı əlbəttə ki, bizim üçün Qəbul edilməz idi. Qəbul eləmirdim. Şəxsən mən qəbul eləyə bilmirdim. Çünki yenə deyirəm, belə bir komandada oynamışamsa, mən bu komandanın şərəfini qorumuşamsa, onun qəmi də mənimdir, onun kədəri də mənimdir, onun sevinci də mənimdir. Bu gün Vernidubun təyinatından sonra nələr dəyişib? Siz necə görürsünüz? Mən gördüyüm odur ki, tələbkar məşqçidir, istər-istəməz futbolçulardan. Futbolçularda aura dəyişib, sanki. Çox istəklidirlər, arzuludular. Yerli futbolçulara şans verməsən, gənc oyunculara Muradın şans almağı. Böyük şeydir. Yəni o gözəl, ağıllı bir taktik. Əldə etdiyimiz xəbərə görə də Vernidub xüsusi tapşırığını verib, köməkçiləri Neftçinin əvəzedici heyətin oyunlarını mütəmadi izləyir, 19 yaşlarının oyunu izləyir və diqqəti oradadır. Və prioritet elan eləyib özü üçün hər mövsüm öncəsi Neftçinin aşağı yaş qruplarından bir oyunçunu əsas komandaya yüksəltmək. Yaxşı fikirdir, həqiqətən də mən də elə eşitməyinə, düzdür, mətbuatda da yazılmışdı. İstər-istəməz mənim fikrimcə bir məşqçi kimi görsənən odur ki, yaxşı ağıllı addımlar atır. Bəli. Düzgün fikirdədir. Yəni yerli futbolçuları heç vaxt qıraqda qoymaq olmaz. Çünki bilirsiniz də zaman vaxt var idi. Biz də oynayanda bizim yerli futbolçular legionerlərlə bir yerdə oynayanda istər-istəməz lider kimi yerli futbolçunun meydançada olması lazımdır ki, bu komandanın nəyə qadir olduğunu, nə daşıdığını, bu komandanın tarixi nədir? O futbolçular onlara aşılaya bilsin. Məsuliyyət olaraq da onlara anlatsın ki, biz bura gəlmişik belə bir klubun şərəfini qorumağa. Təəssüflər olsun ki, bəzi yöndə olan məşqçilər bu şeyləri anlamırdı. İndiyə qədər müəyyən problemləri. Mən belə başa düşürəm ki, bugün həmən məşqçinin bugünkü atdığı addımlar, yerli futbolçuları oynatmağa, o yöndə aşağı yaş qruplarına diqqət eləmək, nəzarət eləmək, bunun özü bir yaxşı, ağıllı gedişatdır. Mən gələn mövsüm şəxsən çox fərqli Neftçi görəcəyimizi təxmin edirəm. Bax, yəni mən illərdir özünüz də izləyirsiniz əziz dostlar, müxtəlif platformalarda Neftçi haqqında bu qədər heç vaxt belə müsbət fikirdə danışmırdım. Çünki hadisələrdən xəbərdar idik, nələr cərəyan edir, amma bu mövsüm tam fərqlidir və bu mövsüm həqiqətən Neftçidə həm klub rəhbərliyi olsun, eyni zamanda futbolçular, məşqçilər korpusu artıq birləşiblər. Yəni bu birlik ab-havası hökm sürməkdədir və gələn mövsüm yeni transferlər də təbii ki olacaq. Neftçi çox fərqli bir səviyyəyə gələcək. Neftçi çempionatımızın maraqlı olması üçün Neftçi lazımdır. Çox vacib. Neftçi hər zaman lazımdır. Çox vacibdir həqiqətən. Gördüyümüz də odur ki, Neftçinin bu belə deyəm, bu üçlükdə olması böyük maraq həmişə olur. Bəli. Böyük maraq nə mənada? Çempionluq uğrunda həmişə belə deyəm, marağı daha da qaldırıb, bəli. Neftçi orada olanda daha məncə fərqli olur. Hə. İndi gələk bir məsələyə istərdim. Mənim üçün maraqlıdır. Hər zaman müqayisəsini aparıblar. Sizin dövrünüzdəki yəni futbola yaradılan şəraitlə bugünkü dövr arasında fərq və müəyyən müqayisələr aparacağıq. Məsələn, bugün Hüseyn Məhəmmədov qapıçı fəaliyyətini, yəni futbolçu kimi fəaliyyətini davam etdirsəydi, mövcud transfer dəyəri nə qədər olardı? Məncə, vallahi açığını deyim, düzdür, biraz çətinlik çəkirəm o barədə. Birdən belə deyərdim, o rəqəmi deyərəm, kim üçünsə xoş gəlməz, kimsə deyər öz qiymətini qaldırır. Amma dönəmlə deyirəm. Bəli. O zaman həmən dediyimiz dönəmlərdə sizin məsəl üçün transfer dəyəriniz nə qədər? Neftçidə alırdım 150.000 dollar. Aha, illik 150.000 dollar. Amma bu günlərim olsa, məsəl üçün almalıydınız, yəqin ki bir 700-800 min.
belə deyəm, 700 də olmasa, almasaydı bir 350 min, 400 minə yaxın və vacib ala bilərdik. Məsələn, İllik. bugünkü dövrdə Mahmud Qurbanov olsaydı, onun transfer Əlbəttə dəyəri nə qədər olardı? Yenə də o da həmçinin 1 milyon. Belə deyərdim, 500 min, 300 min, 350 min çox abartıcı demək də düzgün deyil. Bəli, bəli. Çünki mən bilirəm bu sistemi, biraz anlayışım var. Çünki Avropada da məsəl üçün belə deyərdim ki, bu yöndə bu formada qiymətlər fərqli-fərqlidir. Aha, bəli, bəli. Yəni yerli futbolçu olaraq söyləyirəm. Ya məsələn bu günlərim Məsəl üçün futbolçu var, niyə 1 milyon da ala bilər? bəli, aslında onun agentindən və anlaşmasından. Yəni, o dönəmin futbolçularının, yəni nəzərdə tutursunuzsa, futbolçu var məsəl üçün 500 O dövrün milyon futbolçularının bugünkü mövcud futbol bazarında qiyməti nə olardı? Məncə belə deyərdim. Məsələn, Zahir Tağızadə. Aşağısı məsəl üçün 500 mindən götürürəm. Aşağısı. Mən şəxsən Zahir Tağızadəni Mən 1 milyon da görərdim, Məsəl üçün 2 milyon da deyirəm, görərdim. görürsüz, Çünki yoxdur o profildə. avarızı formada Məsələn, deyirəm. mən sizə şəxsən deyərdim 700 min, 800 min qiymət Mən verərdim. ona görə bunu bu yöndə dedim ki, sabah kimsə düşünməsin ki, biz öz qiymətimizi qaldırırıq. Artıq hara qaldırsaq da Bəli, mümkün deyil. bəli, bəli. Müəllim, artıq yaş Bəli, gedir. bəli. Yox, yəni bizim özümüzə görə. Bəli, bildim. Yəni sadəcə olaraq. Yo, ümumi də maraqlı belə, maraqlı biraz da, kimsə düşünər ki, bəli, biz belə özümüzü biraz yuxarıda- təbəssüm qataraq. yuxarı qaldırırıq. Kimlərisə aşağı salırıq. Yox, həqiqətən də o günün bu günə fərqimiz böyükdür. Əlbəttə ki, o günkü futbolçuların o dediyiniz vurğuladığınız rəqəmlər var. Peşəkarlıq hansında? Sizin dövrünüzdə, sizin dövrünüzün peşəkar peraşki dövrü də olub. Məşhur peraşki dövrü. Peşəkarlıq belə deyərdim ki, hər bir futbolçu həmişə özünə görə peşəkar olub. Peşəkar yanaşması olub. Bir mənim özüm, həqiqətən də mən özümdə həmişə məsuliyyətli olmuşam. Belə deyərdim ki, mənə heç bir məşqçi tapşırıq verməyib. Məndən nəsə tələb eləməyib. Mən öz üzərimdə işləmişəm, əlavə məşqlər eləmişəm. Məşqlərdə əlavə vaxt belə deyərdim, sərf eləmişəm. Məsəl üçün məşq zamanı məşq qutarıb mən qalıb məşq eləmişəm. Özüm adrenalin məşq eləmişəm. İstirahət zamanları özüm üçün məşq eləmişəm. Hər bir futbolçu da var idi ki, heç belə deyərdim, bəlkə də o yöndə, o formada deyildi, amma yenə də baxırdı ki, öz futbolunu oynayır, lazımı samadı var, lazım belə deyərdim, qabiliyyəti futbol var. bilgisi var. Və futbolçu olaraq da məsəl üçün belə deyərdim ki, siz dediyiniz rəqəmlərə gələcəm, dediyiniz formada. Futbolçu var idi, bəlkə də 2 milyon, 3 milyon qiyməti var idi, amma ortada yox idi. O sözü demək olmadı, nə də deyə də bilməzdin. Çox təvazökar yanaşırsınız. Bəli, bəli. Yəni çox təvazökar yanaşırsınız, amma mən deyərdim ki, şəxsən sizin dövrün futbolçuların bugünkü dövrdə transfer qiyməti məncə indikilərdən də biraz artıq olmalıdır. Mən razıyam. Deyirəm ki, futbolçular var ki, milyondan da bəlkə də. Məsələn, biz bu günlərin bir Mahmud Qurbanov tapa bilmirik. Bir Zahir Tağızadə tapa bilmirik. Bəli, bəli. Bir Zaur Ramazanov tapa bilmirik millimizdə oynatmağa. Məsələn, Yunus Hüseynov kimi. Bəli, Yunus Hüseynov tapa Elə bilmirik. bir futbolçunu, elə Nazim Süleymanov tapa bilmirik. Vidadir Zahir. Vidadir Zahir, bəli. Məsələn, Dima Karamarenko, məsələn, Tərlan Əhmədov, Elxan Həsənov. Yəni belə bir formada qapçılar bəli, yoxdur Azərbaycanda. Bəli, o dövrün qapçısı. Yoxdur. Nizami Sadıqov deyim. Siz həm də müəllim, o dövrdə siz həm Sovet futbolu məktəbi keçmişdiniz də. Yəni onun da müəyyən sizin inkişafınızda rolu olmuşdu. O da olmuşdu. Çünki biz ən azından az oldu, düzdür gördük, bilirik. Məsəl üçün o yöndə, o formada bütün bizdən öndə olan futbolçulardan söhbət gedir. Dediyimiz kimi Yunus Hüseynovlar, Vidadir Zayevlər, bunlar Nazim Süleyman, Vəli Qasımovlar, bunlar Sovet futbolunun yetirmələridir. Bəli, Arif Əsədov. Bəli, Arif Əsədov olsun, çoxdur, bağışlasınlar. Bəli, çoxdur. Tərlan Əhmədov. Saysız hesabsız, bəli. Saysız hesabsız, yəni bağışlasınlar, əgər kimlərin adınısa çəymədimsə, üzürü saysınlar. Bəli. Bizim üçün hər bir futbolçuların dəyəri var, yeri var, öz yeri var, öz Azərbaycan futboluna lazımı dəyərli sayılan futbolçular olub, özünüz də bilirsiniz. Yəni dediyim kimi onlar da o bazanı görmüş insanlar idi. Onlar o bazadan çıxmış insanlar idi. Və biz az da olsa biz də gördük. Amma bizim üçün ən əsas fəlsəfə o idi ki, hər bir futbolçu dediyiniz kimi özünə peşəkar yanaşmalı idi. Bu gün yanaşırmı?
Biraz formada sual şeyler yanaşan var. varmı? Bunu artıq Suallar ehtiyac çoxdur. yoxdur. Bəli. Səbəbini də deyəcəm. Artıq klubda peşəkarcasına şəraitlər var. Var, bəli. Vitaminindən Klubda, tutmuş qidalanmasına qədər. Ay sağ ol. Məsəl üçün Qarabağın özü yüksək səviyyədə Sabah. qidasına kimi fikir verir. Neftçinin özü, Bəli, Neftçi, Sabah, Turan Tovuz. Sabah futbol klubu özü, Turan Tovuz özü, Zirə özü artıq peşəkarcasına həqiqətən indi eşidirik, bilirik nə cür, nə formada yanaşma var. Amma onda var idi bu. Onda o deyil. Bəli. Yəni dediyim odur ki, hər kəsin öz zamanında, öz vaxtında öz Bəli. qiyməti, dəyəri var. Çox sağ olun Hüseyn müəllim. Təşəkkür edirik vaxt ayırıb gəldiyinizə görə, maraqlı fikirlər səsləndirdiyinizə görə. Sizə də gələcək məşqçilik karyerasında uğurlar arzu edirik. Siz futbol sferasında hər zaman yer almalısınız. Bu mənim şəxsi fikrimdir. Bunu hər zaman səsləndirmişəm. Bir daha təşəkkürümüzü bildiririk. Çox sağ olun, minnətdaram. Həqiqətən də çox xoş oldu mənim üçün, gözəl verilişdi. Qəşəng müzakirə oldu. Mənim üçün də xoş oldu. İnşallah dediyiniz kimi gələcək üçün də yaxşı bir belə deyəlim, klubla bir yerdə işləyəndə yenə dəvət eləyərsiniz. Bəli. Gələrik, müzakirə eləyərik. Mən hər zaman demişəm, deyəcəm də mətbuat hər bir idmançının fərqi yoxdur. Liboy sahədə olan insanların güzgüsüdür. O güzgüdən yaxşı istifadə edir. Bəli. Təşəkkür edirik. Əziz dostlar, çox sağ olun. Biz Footcast TV YouTube platformasında əgər abunə olmamısınızsa, hal-hazırda daxil olun. Kanalımıza abunə olun. İzlədiyiniz verilişləri, canlı yayımları bəyənin, paylaşın ki, daha geniş auditoriyaya gedib çata bilsin. Sizdən xahişimiz bundan ibarətdir. Çox xahiş edirik. Bəli. Bizi tanıyanlar, sevənlər. Footcast TV-yə abunə olun. Abunə olun, mütləq. Bəli. Deməsən olmur verilişinin növbəti buraxılışını təqdim etdik. İnşallah gələn həftə yeni qonaqla, yeni futbol mütəxəssisi ilə yenidən qarşınızda olacağıq. Hələlik deyirəm. Sağ olun. Sağ olun.